salamlayıram. Bu tədbirin baş tutulmasında səbəbkar olan hər bir kəsə də təşəkkür edirəm. Sizə tək öz adımızdan deyil, həm də Ruh və Kölgə Ədəbi İctimai Birliyi adından salamlar gətirmişik. Şəhid ailələrinə səbir diləyirəm, qazi qardaşlarıma şəfa diləyirəm. Qardaşımız bayaq qeyd elədi ki, söz adamlarının yanında söz demək çətindir. Əslində mən deyirəm ki, tarix yazan oğulların yanında söz yazan adamların söz demək çətindir. Təşəkkür edirəm və bir şeirimi diqqətinizə çatdırmaq istəyirəm. Yön almışam əzəldən, haqqa varana doğru. Göydə Allaha tərəf, yerdə Qurana doğru. Minbərdəki azana, şanlı tarix yazana, yuxumuzu yozana, sehri qırana doğru. Şəfəq kimi, dan kimi, damardakı qan kimi, gəlmişəm dərman kimi, vətən yarana doğru. Ey mənim ana yurdum, daşından qala qurdum, haydi, haydi müsəlləh ordum, haydi Turana doğru, haydi Turana doğru. Çok sağ olun.